Demək, qəfəsdən azadlığa mətni ilə davam edək. Mətndəki bu hadisəni real hesab etmək olmaz. Bülbülün quş dilində şeir ifa etməsini, bülbülün 2 nəfərin izləməsini, baxa görək, izləyirdi orada. Bircə dəqiqə. Odur ki, qəfəs onu quş dili bilən adamla birlikdə quşu izləyirlər. Deməli, azad gün keçirmə, quşu izləyir. İkincisi düzdür. B variantı. Bülbül üçün xidmətçi tutulur, bir xidmətçi tutur, düzdür. Bülbülün qəfəsdəki həyatı sevməməsini sevmirdi onsuz da. Oradan çıxıb gedirsə, mahnılar oxuyursa, demək sevmir. Sonra qəfəsin qızıl gümüşlə, daşqaşla bəzi qəfəs qızıl gümüşlə, daşqaşla bəzədilir. Bu da düzdür. Cavabımız olacaq nə? A variantı. Bu tacirin diqqətinə yamir cümləsi hansı işarənin yerinə yazılsa, mətnin tərkib hissələri arasında əlaqə pozulmaz. Baxaq, tacirin niskilli nəğmə oxuyan yer olar, yəni qəm çəkirdi. Bu tacirin diqqətinə romb hissəsi aradır. C variantı. Çünki burada baxın, yanıqlı havalar oxuyur, qəm çəkir. Bu da tacirin neyinir? Diqqətindən yayınmır. Bunu əlavə eləyə bilərik bura. O da neyinir? Gedir quş dil bilən bir adam tapır. Yanlış fikirlər. Tacir bülbül üçün bir çar hovuz tikdirmişdi. Bülbül üçün tikdirməmişdi bunu. Niyə bülbül üçün tikdirsin ki? Bülbül üçün qəfəs düzəltdirilmişdi. Çar hovuz da böyük hovuz deməkdir. Demək, bülbül tacirin özünün düzəltdiyi qəfəsdə saxlanılırdı. Bülbül tacirin özünün düzəltdiyi, bu tacirin özünün düzəltdiyi düzəltdirir. Özü düzəltmir bunu. Kiməsə düzəltdirir. 2 də səhvdir. 1-2. Sonra Çarovuzun bir neçə fəvvarəsi var idi. 7 yerdən fəvvarələr. Bu düzdür. Var idi. Quş dili bilən adam tacirin xidmətçisi idi. Yox, onu sonradan tapır. Bir adam tapır ona deyir. Ona görə 1-2-4 var cavab. E variantı. Bülbülün yuvası meşədə idi. Hə, elə ağacda və çoğuşdaydı. Hansı fikir mətnin giriş hissəsinə aid deyil? Baxaq, bülbülə qulluq edilməsi. Onun qayğısına qalaraq sağaltdılar, qulluq elədilər. Bir çıxırıq. Qəfəsin təsviri qızıl gümüşlə, daşqaşla elə bəzədir ki, var burada da, 2-ni də çıxırıq. İnsanların valeh olması hardadır? Baxın, əsas hissədədir. Buradan başlayır. Gəlib ona tamaşa edirdilər. Gəlib ona tamaşa edirdi. Sonra orada valeh olma var idi. Baxa görək. Yox, giriş hissədədir. Buradadır. Heyran qalırlar. Baxanlar heyran qalırlar. Ona görə orada ola bilməz. İnsanların valeh olması da ola bilməz. Ola bilməzsə cavabımız elə nə olacaq? 4-5. Bülbülün vəziyyəti müzakirəsi buradadır. Əsas hissədədir. Bülbülün izlənməsi orada da elə əsas hissədədir. O cavabımız olacaq 4-5. Mətnin sonuncu cümləsi, baxın, nədir? Hər kəsin vətəni, ev eşiyi özünə xoşdur. Bülbül burada azaddır, azadlıq hər şeydən üstündür. Əsərin ideyası düşünə bilərik bunu. Cavab D variantı. Sonra, üzərində rəqəm yazılmış sözlərlə. Hansı sözlərin kontekstə görə mənasının izahı düzgün deyil? Baxa görək, üzərində rəqəm yazılmış sözlər orada hansılar idi? Demək, orada üzərində rəqəm yazılmışlar. Biri nədir? Çoğuşdur. Biri sonra nədir? Fəvvarədir, Çarovuzdur. Çarovuz böyük hovuzdur. Çarovuz böyük hovuzdur. Var. Əgər o birdirsə, bir idi Çarovuz. Baxaq. Çarovuz 2-dədir. 2-yə təzyiq altında fışqıran su şırnağı fəvvarədir. Bu da səhv olacaq. Çünki yerləri dəyişdirilib bunun. Bunun yerləri dəyişdirilibsə cavab elə B variantı olacaq. Çünki baxaq, 5-də boşluq çoğuşdur. Bu düzdür. 5 düzdür. Yad ölkə, qürbət 4-də düzdür. 4-də düzdür. Baxaq sonra. 3-də də nə idi? Qəmli, niskilli. O da düzdür. Orada şeylə yeri dəyişdirilib. Birlə üçün yeri dəyişdirilib deyə. Ona görə səhv olacaq. Cavabımız B variantı.
Problemlə üzləşir nə? Bülbül. Problemlə nə şərait yadır? Tacir. Problemin əlində iştirak edir quş dili bilən adam. 2, 3, 5. Sonra dialoqlarda iştirak eləyir. Yəqin ki, quş dili bilən adamla tacir iştirak eləyəcək. Olacaq 3, 4. Mətnin tərkib hissəsi. Girişə nə yaza bilərik? Yaralanmış bülbül yaza bilərik. Nəticəyə də bülbülün azadlığı da yaza bilərik. Elə burada yazıldığı kimi. Və yaxud insanların giriş hissəsinə insanların bülbülə valeh olması. Bunu da yaza bilərik. Orada problem yoxdur. Orada problem yoxdur. Ona görə burada yazılan cavabları da düzgün götürə bilərik. Sonra tacir düşüncəsiz adam deyildi. Müdrik adam olsaydı onsuz da onu qəfəsə qoymazdı. Anlayışlı deyə bilərik. Anlayış da nəyə görə? O bülbülün niskil çəkdiyini, dərd çəkdiyini görür. Ona görə də neynir? Quş dili bilən adam tapır və bülbülü belə deyək də qəfəsdən azad edir. 3 də anlayışlı yaza bilərik.